Bu müsəlmanlar da qəribədir. Təzə birilər çıxıb deyirlər ki, Quran və sünnətə tabe olun. Resulullah sallallahu aleyhi və səlləmdən sonra ortaya çıxan hər bir şey bidətdir. Onlara tabe olmayın, onlar din olaraq yaşamayın. Resulullah sallallahu aleyhi və səlləmdən sonra çıxan məzhəblər və s. bəzilərinin mənhəc adlandırdığı şeylərə tabe olmayın. Çünki Resulullahın dövründə yox idi. Yəni bu şeyləri deyirlər və deyirlər ki, Allah Azze ve Celle bizi Quran-ı Kerimdə müsəlman adlandırmışdır. Misal olaraq çəkir ki, Həc surəsi 78-də Allah deyir ki, biz sizi bu kitabda da, bundan əvvəlki kitabda da müsəlman adlandırdıq. Niyə də qardeş? Mən özümə sələfi deyə bilmərəmmi? Mən özümə şiə deyə bilmərəmmi? Mən özümə həmbəli deyə bilmərəmmi? Və deyirlər ki, Allah və Rasulundan başqasına mühakim olmayın, məzhəbləri özünüzə tağut edinməyin, alimləri özlərinizə tağut edinməyin, şeyxul İslamlarınızı, şeyxlərinizi özlərinizə tağut edinməyin. Niyə də qardaş? Niyə biz Allah və Rasuluna tabe olmalıyıq ki? Biz başqasına tabe olsaq nə olacaq ki? Niyə biz Allah Subhanahu taala Quran-ı Kərimdə müsəlman deyir də, desin də, yəni mən özümə başqa bir ad qoya bilmərəmmi? Niyə də qardaş? Yəni mən filan kəsin yolundan gedirəm. Yəni bunu deyə bilmərəm ki, bunu da deyəndə bizə Furqan surəsi 27-ni gətirirlər ki, yəni o gün zalim olan kimsələr əllərini cəmləyəcək və deyəcək ki, kaş ki biz Rəsula uyardıq. Niyə də qardaş? Mən Ömərə uya bilmərəmmi? Mən Şeyxul İslam İbn Teymiyyə uya bilmərəmmi? Mən Əliyə uya bilmərəmmi? Yəni bu şeylər deyirlər, insanlara deyirlər ki, yalnız Rəsula olun, uyun, müsəlman olun, Allaha şərik qoşmayın, Rəsula şərik qoşmayın, Quran sünnət üzrə birləşin. Bu sözləri deyirlər. Bu düşüncədə olan insanlar, Allah sizləri doğru yola yönəlsin. Allah Subhanahu taala sizləri layiqsinizsə İslamla izzətləndirsin. Allahümmə amin. Esselamu aleykum.